Değerli izleyiciler, hamını salamlayıram. Budur növbəti videomuz və bugünkü videonun deməli səbəbkarlar kimlər olacaq? Kimlər deyəndə ki, eyni bir tiyələrdir, iki tərəfli. 7 o'clock, yaşıl bilmirəm. Bizim kanalda olub olmayıb bu iki tərəfli tiyələr haqqında video. Amma yenə də çəkirəm. Ki işdə birdən olmasa, yəni bir təqdimat kimi maraqlı tiyələrdir. Yaşıl 7 o'clock Gillette deməli müəssisəyə aid olan tiyələrdir. Amma biz bildiyimiz kimi hardasa burada yazılmamış olmaz. Buradadır. Yəni gəlin diqqətli oxuyaq. Bir sekund. Kameranı düşdü. Aha. Görsüz Peterburg, yəni Rusiyadır. Prodos Poltavskiy nədir? Polkovskaya şose nədir? Bir sözlə adresdir, amma əsas məqam deməli kim buraxıb bunu? Gillette Company, Dr. Gambles olmalıdır, hardasa buralarda. Əgər görsün, Russia'dır. East Box. Dr. Gambles söhbəti yoxdur. Bir sözlə, gördüyünüz kimi Rusiya istehsalı olan Gillette 7 o'clocklardır. Təqdimat nəysə biraz çox çəkdi, oxumaqla məşğul oldu. Eyni ilə belənki ilə 7 o'clock var. Fərqi gördünüz. Super Stainless burada isə yazı Perma Sharp Stainless. Deməli fərqi nədir? Super Stainless Rusiya istehsalıdır, bayaq orada yazıda gördüyünüz kimi. Amma artıq bu qutuda olan deməli 7 o'clock tiyələr isə Made in India. İndiyada istehsal olunub. Stainless. Mən bildiyim qədər bu Gillette kompaniya Dr. Gamble'ə məxsusdur. Bu həmin o informasiyanı axtarıraq. Perma Sharp. Neyse, sözün qısası. Budur deməli bizim 7 o'clock'umuz. Gəlin tiyələri çıxardaq və müqayisə edək. Nə kimi fərqlər var? Amma fərqlər var, çox cüzi. İndi istifadə edənlər hiss edər, istifadə etməyənlər hiss etməz. Bunu gərək biz qutudan açaq. Nağd edən şey məndə olmadı. Biraz çətin olacaq. Aha, çıxartdıq. Bir sekund. Deməli, bu Hindistan istehsalı, bu Rusiya istehsalı. Ən birinci gözə çarpılan nədir? Yapışqan. Rusiya istehsalı olanın yapışqanı buralarda olur. Hindistanki isə burada 4 nöqtə gördüyünüz kimi. Rusiya istehsalı olunanın o ki yapışqanı bura töküblər. Yapışqan keçir bu üzədə hər iki tərəfdən yapışdırır. Tiyənin içində. Bilmirəm nə üçündür, mənim heç xoşuma gəlmir bu yapışqan mövzusu tiyələrlə. Amma Hindistanki gördüyünüz kimi 4 nöqtə bir tərəfdən də o birisi tərəfdə yapışqan yoxdur. Deməli açırıq tiyələri ehtiyatla, qutularından çox ehtiyatla açaq, baxaq nə var bunun içində. Budur, yapışqanın ən böyük mənfi nəysə, gördünüz. Budur. Mənim xoşuma gəlmədiyim, hələ bu harasıdır? Hələ bu
Zatda da nədir, tevaride də nə qədər problemlər yaradır. Zirzibili özünə yapışdırır, qalır üstündə. Çox ehtiyatlı olaq. Niyə belə olur? Mən də kameradan baxıram buna, prosesə. Dırnağım da yoxdur. Görmüsən? Nə çox çəkdi bunun açılması. Baxır ki. Budur. Ehtiyatla çıxardaq. Nömrələnib. Kimlər 2, 1, bilmirəm. Bu kimə maraqlıdırsa bu mövzu maraqlı. 3, 4. Yəni kimsə gəh bu üzdən, gəh o üzdən bu rəqəmləri necə görə bilir onlar. Nəysə, budur 7 o'clock super stainless yazılıb. Yəni super paslanmayan polad. Super paslanmayan polad söhbəti yox, stil var. Ya, super stainless yazılıb. Yəni açırıq bu permaşarp. 7 o'clock-u üzrlü sayın proses həddindən artıq çox vaxt apardı, heç xoşuma gəlmədi. Nədir? Zəhrimar bu yapışqana qaldı. Və budur Hindistan istehsalı olan. Deməli 7 o'clock nə ilə seçilir? Orta aqressiya malik olan, tam ortadır. Gündəlik tirajın üçün super bir seçimdir. Mən bunları bir dəfə istifadə edib atıram. Amma tanıyıram ki, kimlərsə, bilmirəm kimlərsə 2-3 dəfə bəlkə ola bilsin istifadə edərlər. Amma mənim məsləhətim ümumiyyətlə tiyələri bir dəfə istifadə edib atasınız. Yəni ki, gigiyena söhbətinə görə. Məhz ona görə də biz bu islak klasik tıraşa qayıtmışıq. Əsasında mən. Budur, tiyə gördüyünüz kimi və yumuşaqlığı kifayət edər. Hardasa orta yumuşaqlıq. Yumuşaq demək olar buna. Nazikdir. Gördünüz, kəsən kənarı dərhal gözə çarpınır. Budur. Bu oldu Hindistan. Atalım bura. Hindistan. Bu isə bu isə Rusiya istehsalı olan. Deməli, ümumiyyətlə jilet bu tiyələr, iki tərəfli tiyələrin istehsalatı jiletlər çoxdur deməli, həddindən artıq çoxdur. Astradır, Astraların 2 növü var, yaşıl, göy, dermaşar, hansı ki Türkiyədə istifadə olunur, Rusiya istehsalıdır. Jilet Platinum, Jilet Silver. Belə sadalasam bitməz, yəni sayı hesabı yoxdur. O qədər jiletlər var, onlar hamısı deməli Rusiyada istehsal olunur. Jilet Rubiya biz tanıdığımız, bizdə ən çox satılan Bakıda. Budur. Bu Rusiya istehsalı olan yox, bu da yumşaqdır, amma azca bunun biraz müqaməti var, amma nazikliyi demək olar ki eyni. Biraz bu nədirsə poladdır, nə deyək buna, belə müqamət verir. Budur, eyni ilə deməli xoşlayıram bu 7 o'clockları istifadə edim. Orta aqressiv və yaxud tam effektiv, tam aqressiv T-varilərdə tutaq ki, R41 kimi T-varilərdə istifadə etmək məhz bu yaşıl 7 o'clock-u özünü çox yaxşı tərəfdən göstərir. Amma yumşaq üzqırxanlarda artıq belə deyək də öz məharətini göstərənmir. Ona görə mən çalışıram əksəriyyət hallarda 7 o'clock-u istifadə edim məhz bu aqressiv və effektiv üzqırxanlarda. Belə edək. Budur, bu qədər. Məncə jilet tiyələr haqqında bu yaşıl 7 o'clock. Deməli 7 o'clocklar yaşıl rəngdən savayı var, sərf eləmirəmsə sarı rəngdə, bir də qara rəngdə. Bəlkə də bilmirəm, nəysə ayrı bir
hansı rəngdə də olur, amma mənim xəbərim yoxdur. Deməli, jilet haqqında bu qədər çalışaram. Jilet silsiləsini başlayayım növbəti videolarda ki, sizin bir anlayışınız olsun ki, jilet belə deyək də, jiletin nə cürə, nə qədər tiyələr var satışda. Həmin bu jiletlər 7 O'Clock Hindistan istehsalı olan, bizdə Bakıda almışam, A+ dükanlarda, marketlərdə satışda var. Həmçinin jilet Platinum da var. Amma şəhərdə, deməli, Səməd Vurğun bağı tərəfdə, Bakıda, oralarda dükanlarda, deməli, o peronda da var, qatar stansiyasının peronunda da balaca dükanlarda satışda görmüşəm. Jilet Platinum və Jilet Silver tiyələri də görmüşəm satışda. Əgər kimə maraqlıdırsa, növbəti videolarda həmin o Jilet Platinum və Jilet Silver haqqında qısa bir video çəkərəm. Sağlıq olsun. Məndən bu qədər bu 7 O'Clock haqda. Deməli, əgər videonuzdan xoşunuz gəlibsə bu çəkilişlər, zəhmət olmasa like qoyun. Bölüşün dostlarınızla, tanışlarınızla da məsələn maraqlı oldu. Əgər hər hansısa bir sualınız yaransa, bu tiyələr haqqında, ümumiyyətlə bu islahtıraş haqqında, yəni utanmayın, yazın komment bölməsində. Əgər mən nə isə deməmişəm, yadımdan çıxıb, yenə də komment bölməsində qeyd edin və çox şad olardıq əgər siz bizim kanalımıza abunə olsanız, lap çox şad olardıq. Sağ olun, gələn görüşlərlə.